Herkese salam dostlar, sabahınız ya da akşamınız xeyir olsun. Bugün aprel ayının 23'ü. Bəli, aprelin 23'üdür. Bizdə hələ qar yağıb. İndi videoyu görənlər, kanalıma əvvəldən izləyənlər deyəcəklər bu nədir? Bəs hanı sənin təzə maşının? Bəli qardaşlar, mənim təzə maşınımın motoru vurdu. Ona görə indi bu Renault Logan'dur. Bunu götürmüşəm arendaya. Dünən axşam götürdüm. Bu yöndən başlamışam işə. Və neçə vaxtı vlog çəkmək istəyirdim. Dedim onu da çəkeyim. Sizlə də paylaşım neçə vaxtı nələr edirəm, necə bir dəyişikliklər olub. Valla sözün düzü, yəqin ki bilənlər bilir, o maşını almaq üçün borca girmişdim. Ona görə borcu bağlamaya görə bütün fikrimi, zikrimi vermişdim ki, işləyim, borcu bağlayayım. Ondan sonra YouTube'a vaxt ayırım. Təəssüf ki, onun borcunu bağlamamış, motoru da vurdu. Mən də dedim, onsuz olacağı çarə yoxdur. Mən YouTube'a video çəkməyə davam edeyim. Bundan əslində yəsitli bart eləməyi, prosto özüm bart eləmədim. Belə dünən yoxladım, zad elədim, gedişi zadı xoşuma gəlmədi. İndi sizə məsələn maşının adını sizin. Maşının motoru zadı, yığmaq zad, neçəyə başa gəlir, nə qədər pulum çıxacaq, onların da hamısını çalışacağım bir sizə eləyim. İndi saat 18:12 nədir? Səhər saat 9'a qalıb 20-25 dəqiqə gedirəm Alengorskiyə gələcəyəm. Ondan sonra həm taksi, həm kuryer işində, həm də o motoru yığdırmaq üçün ora-bura qaça-qaçda olacaq. Deməli dostlar, indi gedirəm o Kirovdakı mağazaya. Videolarımı əvvəldən izləyənlər bilir. Gedirəm ora. Oradan 2 nəfər götürəcəm, qayıdacam. Centerdən 1 nəfər götürəcəm, gedəcəyik Alengorskiyə. Onları qoyub gələcəyəm. Ondan sonra gedəcəyim ustaya dəyib, ucu çıxacam taksiyə yəqin ki. İndi ustadan da daha doğrusu zəng gözləyəcəm. Bu maşına format elətdirdim taksidə. İndi görüm nə olsa başlayacağım taksiyə, ondan sonra da ardına baxacağıq necə gedir, nə edirik. Bəli dostlar, saat 09:36 Alengorskidəkiləri gətirib düşürtdüm. İndi mənim arxaya da qayıtmağım 20 dəqiqə, 25 dəqiqə. Ondan sonra yəqin bir evə dəyib çıxacam taksiyə. Bəli dostlar, saat 10 tamam. Gəlmişəm, çatmışam Alengorskiyə. İndi bir dənə çörək aldım, gedirəm evə, yeməyimi yeyib çıxacağam işə. Bu maşın haqqında fikirlərimi soruşsaz, əgər bu adın sözüyüm, benzin bakın datçiki düz görsədirsə, ola çox ekonom maşındır. Getdim, gəldim, heç bir dənə diş azalmadı. Amma bir dənə minus tərəfi var ki, 140-150 gedirdim, maşın başlayırdı anqırmaya. Əməlli başda ucu görürdüm, gücə düşür. Mən də ardım basmırdım. Bir dənə gedişi zəifdir. Yəni 140-150'də ucu maşın çox qışqırır. Amma qalanı komfortu zadı püstür, qəşəng maşındır. Məsləhət görərəm, əgər maşın normal sürüşsə, 5-4-sürsə məsləhət görərəm. Komfortu da rahatdır. Burası bir dənə gediş səhətdən zəifdir. O da ki, yəni 120, 140, 150'yə qədər normal gedir. Ondan sonrası biraz zəifdir. Belə pis maşındır. Bəli dostlar, saat 11:55, qar yağmağa davam eləyir. Təxmini 1 saat olar taksidə işlədim. 1120 rubl səhv eləmirəmsə işləmişdim. Nə 27-ci kilometr oldu, 560 rubl. O biraz yaxşı oldu. İndi Dastavkadan zəng vurublar, gedirəm Dastavkaya. Görək bu gün Dastavka necə olacaq. Yəqin ki bu gün zəif olar. Çünki həftə içidir. Yəqin ki bu gün zəif olacaq. İndi gedirəm Dastavkaya. Bayaq gelmişdim öz maşınımın yanına. Bu Bluetooth zadı götürdüm. Sonra zərətka verən zadı götürdüm ki, indi müəyyən bir müddət bu maşında olacağım. Mənə onlar lazım olar. İndi gedirəm Dastavkaya. Bəli dostlar, ilk sifarişimi götürdüm. İndi gedirəm bunu təslim eləməyə. Bir də saat 1'də sifariş var. Dediyim kimi bu gün sifariş az olacaq. Sifarişi verəndən sonra taksini açacağım. Başda arendanın pulunu çıxartmışam. İndi qalıb benzin pulu. Benzin pulunu da çıxartsam, bir 1500 zat da işləsəm, ondan sonra nə olsa mənim cibimə qalan olacaq. Alengorskindəki yəqin bir söz 2500 Alengorski sayılır. Belə. Bəli dostlar, gəlmişik bunun meydeyin üstünə. İndi bu dəqiqə bunu götürüb bu qaraja itələyib salacaq. Ondan sonra motor söküləcək. Ondan sonra xeyir olsun. Bəli dostlar, indi adın sözlüyün. Ustadan çıxdım. Ustaya da 10.000 rubl avans verdim.
Ondan sonra indi çıxmışam dükançın bazarlıq eləməyə, marketdən lazım olan şeyləri almışam. İndi gedirəm o başlaya bazaya, oradan xiyar, pomidor, nə bilim göbələk zat belə şeyləri alacağam. Oradan da gedəcəm şeyə. Qayıdacam restorana. Yükləri boşaldıb, ondan sonra təzədən taksinə atacağım. Çünki başqa bir dastavka yox idi. Bu ümumi 2 dənə dastavka olub. İndi aparım olaraq qoyum, görüm dastavka olsa qalacam, orada olmasa ucu qayıdacam. İndi gedim Aboşnoydan onları alım. Oradan çıxanda da sizə məlumat verəcəm. Bəzi qardaşlar var idi, yorumlarda soruşub taksi necədir, kuryerlik necədir, onun haqqında da sizə ətraflı məlumat verəcəm. Bəli dostlar, dastavkadayam. 3 dənə də zakaz götürmüşəm, indi 2-sini vermişəm, qalıb biri. Gedirəm o dastavkanı da çatdırım, ondan sonra qayıdıb sumkanı qoyub çıxacam taksiyə. Taksi və kuryer işi hal-hazırda Rusiyada necədir? Mən sizə gətirəcəyim nümunələr öz yaşadığım şəhərdəndir. Yəni Moskvada, Peterdə və yaxud da Rusiyanın başqa bir bölgəsində ola bilər ki, belə olmasın, nəysə bir fərqli olsun, sənədin pulu fərqli olsun. Əgər də siz ki, məsləhət görürsən, ora gəlib taksivatda kuryeri eləməyi, sözün açığı məsləhət görmərəm. Necə məsləhət görmərəm? Əgər sırf siz bu işsin bura gəlirsinizsə, yəni başlanğıcda həddindən artıq çətinlik çəkərsinizsə, gərək belə deyim, 24 saat yatmadan işləyəsiniz ki, həm sənəd pulun verəsiniz, həm ev pulun verəsiniz, həm benzin pulun, həm maşına arenda pulu. Baxın, bu maşının arendası günə 1200 rubuldur. Burası tanışdıqla mənə 1000 rubulə verdi, maşının arendası 1000 rubul bu. Təzə gəlsiniz bura, patent düzəltməlisiniz. Siz patentlə taksivatlıq eləyə bilməzsiniz. Taksivatlıq eləmək üçün Rus pravası olmalıdır. Onu da qoyuram bir qırağa, deyək ki, polisdən qaça-qaça gizlin taksivatlıq elərdiniz. Taksivatlıqda da məsəl üçün şirkətə komissiya ödəyirsiniz, onu eləyirsiniz, bunu eləyirsiniz. Yəni 1000 rubl maşının arendası götürək, 1500 rubl benzin götürək, 2500 rubl sizin nağd rasxodunuz iş görmək üçün. Kuryerlik işi necədir? Qazanc var, yoxdur? Onu sizə deyə bilərəm ki, məsəl üçün elə gün olur, məsəl üçün keçən həftə yox, 2 həftə bundan qabaq 8000 rubl pul qazandım bir günə. Məsəl üçün elə gün olur 1000 rubl qazansan. Kuryerlik işin tutma olmur, qazancı nə qədərdir? Taksivatlıq da onun kimi. Sizin yəni bu iki işi eyni vaxtda görüb maksimum qazana biləcəyiniz pul təmiz. Təmiz deyəndə, yəni benzindən arendanı qırağa qoyanda 3000-2500 rubl olar. O da 12 saat, 14 saat dayanmadan işləsəz. Dediyim kimi bu ancaq mənim olduğum şəhərə aiddir ya. Böyük şəhərlərdə başqa summalar oynayır. O əlbəttə elə olacaq. Sənəd pulu aylıq 13000 rubl, patent pulu. Plus kommunalna pulu, plus ev pulu. Onların da hamısını hesablayanda gəlir çıxır, ayın axına əl-ələ baş-başa gəlib çıxacaqsınız. Amma mənim sizə məsləhətim nə olar? Əgər Rusiyaya gəlmək istəyirsinizsə, birinci maaşlı işə başlayın. Bilin ki, məsəl üçün aya 90.000 rubl maaş alıram, 70.000 rubl maaş alıram, boş bir dənə evə arenda verəcəyəm, bir də sənəd pulunu ödəyəcəyəm, vəsiyo. Yoxsa gəlin maşın arendaya götürüm, başlayayım, itdən qurtdan qaça-qaça onu sizə məsləhət görmərəm. Yəni çünki siz üçün çox çətin olacaq da. Bir də əsas gəlmək istəyirsinizsə, bu sənəd götürməyə artıq dil bilməyiniz çox-çox vacibdir. Çünki imtahan əvvəl başdan sovurda eləmək olurdu, pulla zadla həll eləmək olurdu. İndi qəti surətdə pulla həll eləmək olmur. Bir də pravandakı gərək imtahan verib alasınız Rus pravasını, amma özü üçün nə qədər istəsəz maşın sürə bilərsiniz. Amma taksidə sizə tutsalar, onun cəriməsi mənim bildiyim qədərlə çox-çox böyüdür. Belə, davam eləyək. İndi görüm, yəni ağlıma nə gəlsə, hamısını izah eləməyə çalışacağım sizə. Bəli dostlar, işləyirik. İşləməyə davam. Bu Ağcayranda qalıb burada. Sizdən bir dənə şey soruşmaq istəyirəm. Mən istəyirəm ki, oyun videolarına başlayayım. Prosta qərarsız qalmışam. Onları indi bu vlogu çəkdiyim kanalda çəkim, paylaşım, yoxsa oyun üçün ayrıca kanal açın. Yorumlarda bir dənə öz fikrinizi bildirsiniz, süper olar. Çünki neçə vaxt onun qərarını verə bilmirəm ki, onu necə edeyim.
Bir dənə kanala bütün videoları yükləyim. Elə yükləsəm mən üçün də rahat olar. 2 dənə kanalı qaldırmaqdansa bir dənə kanalı qaldırmaya əlləşərəm. Amma yoxdur, siz ki, nə bilim, kanal bardaq olar ora bura. Onda oje başqa bir kanal açıb oyun videoların oraya yükləyərəm. Bir də hansı oyunları izləmək sizin üçün daha maraqlı olar. Bəli dostlar, saat 8-ə işləyir. 10 dəqiqə son 3 sifarişimi də götürdüm. İndi bilmədim videoya düşdü ya yox. Dəqiq bilmirəm bu neçə dənə sifariş olub, amma onu bilirəm ki, az oldu sifariş. Təxmin eləyirdim belə olacağını, çünki həftə içi həmişə belə olur. İndi gedirəm bu 3 sifarişi tamamlayayım. Yəqin ki, bir yarım saat 25 dəqiqə vaxtım alacaq. Ondan sonra bir orada mənim 20-25 dəqiqə boş vaxtım olacaq. Həmin vaxt taksinə atıram. Sifariş olsa bir 2 dənə sifariş apararam. Olmasa promoya çıxıb gedəcəm Olengorskiyə. Benzindəki görsədim sizə, səhər polnu bak vurub çıxmışam. Benzin hal-hazırda paşlı yarı bakdı. Dostlar, Dostavka ilə yekunlaşdırdığı ümumi 16 dənə sifariş oldu. 2720 rubl Dostavkadan qazandım, plus 500 rubl bazarda. Ümumi belə deyim, restorandan qazancım oldu 3220 rubl. Bu maşın da belə bir problem var, öz-özünə sönür. İnşallah bu da xarab olub, mənim ayağımda qalmaz. İndi gedirəm Olengorskiyə, taksini açmayacağım. Yavaş-yavaş sürüm gedəyim, həm benzin ekonom olsun, həm də qar yağıb deyə yol %100 sürüşkən olacaq. Ona görə indi çıxıram yola, gedim ora, gedim gəlim, günün axırında da ümumi hesablayacağam ki, bu gün nə qədər qazanmışam. Bəli dostlar, saat neçədir? Saat 21:10. 10-a işləyir 10 dəqiqə. Bugünkü qazancım deməli 16 dənə sifariş oldu 170 rubldan. Dostavkadır. 500 rubl bazarlığa görə. 2500 rubl Olengorskiyə gedib gəlməyim. 2339 rubl komissiyanı çıxandan sonra taksidə işləmişəm. 1000 rubl arenda, 2000 rubl benzin. Benzin bu qədər gözləmirdim. Benzin çox getdi. Bu 16 kilopondur deyən normal benzin işte benzin çox getdi. Günün sonunda mənə qalan məbləğ 5059 rubl. Allah bərəkət versin. Bizim puldan təxmini başda 100 manat pul edir. Bugünkü məbləğ bu qədər. Əgər videonu bəyəndinizsə, videoya like atıb kanala abunə olaraq mənə dəstək versəz çox sevinərəm. Bir də videoda bəyəndiyiniz və ya bəyənmədiyiniz nələr varsa yorumlarda yazaraq mənə bildirsəz çox şad olaram. İntdən izləyən, bəyənən, abunə olan hər kəsə çox təşəkkürümü bildirirəm. Gələn videolarda görüşmək üzrə, hələlik.